Salam, Balam Böyüyür kanalına xoş gəlmisiniz. Bugün sizinlə uşaqlar üçün maraqlı və faydalı kitabları bölüşəcəm. Əgər sən də övladına kitab oxumağı sevirsənsə, bu video tam sənlikdir. Əvvəlcədən qeyd edim ki, gördüyünüz kitabların hamısını Alinino Az saytından əldə etmişəm. Başlayaq. Hamam Zamanı kitabı bu müddəti övladınıza sevdirməklə yanaşı, dizayn ilə diqqətini cəlb edəcək. Hər bir səhifədə göstərdiyim kimi hərəkət edən hissələr var. Eyni zamanda hər bir səhifədə əşyaların adları qeyd olunmuşdur. Bu bütün səhifələrdə belədir. Şəkilləri barmaqları ilə hərəkət etdirən körpəmizin sensor qabiliyyətləri də inkişaf edəcək. Bu səhifədə isə sanki dəsmalı bağlayırmış kimi təəssürat yaranır. Uşaqlar bunu həqiqətən çox sevir. Sonuncu səhifədə isə 4 pəncərə var. Övladınız bu pəncərələri qaldırmaqla digər şəkli və məlumatı görmüş olur. Göstərdiyim digər kitablar və eləcə də bu kitab iki dilli övlad yetişdirmək istəyən valideynlər üçün xüsusilə əhəmiyyətlidir. Şəkilli lüğətdir. Bu lüğətin istifadə qaydası da çox asandır. Bir neçə mövzunu əhatə edir. Kitabın quruluşu hər mövzuya keçidi də rahatlaşdırır. Gördüyünüz kimi istənilən mövzunu seçirsiniz. Məsələn, nəqliyyat və ya heyvanlar. Bu hissədə sırf vəhşi təbiət heyvanları təsvir olunub. Bu kitabı həqiqətən çox sevirəm. Ən sevdiyimiz kitablardandır. Üzərində də yazıldığı kimi 5 sakitləşdirici klassik mahnı var. Göstərdiyim hissəni basaraq mahnıları səsləndirirsiniz və hər bir səhifədə ümumilikdə 5 səhifə var. Belə hissələr var və hərəsində 5 fərqli musiqi səslənir. Kitabın arxasında söndürüb yandırmaq üçün hissə var. Eləcə də batareyanı buradan dəyişə bilərsiniz. Musiqi səslənən hissə isə kitabın sol yuxarı hissəsində yerləşir. Onu da sizə göstərəcəm. Çox maraqlı kitabdır. Övladımın çox marağına səbəb olmuşdu. Hətta sırf buradakı musiqilərlə onu yuxuya verdiyimi də xatırlayıram. Rus nağılı Teremok. Bu kitabı endirim zamanı əldə etmişdim. Çox ucuz başa gəlmişdi. Kitab bu şəkildə açılır. Və kitabın yalnız ilk səhifəsində nağıl var. Digər hissələrdə isə qabarıq şəkillərdir. Düzü şəkillərin quruluşunu çox sevmədim, amma nağılın oxunması övladımın marağına çox səbəb olmuşdu. Övladımın qələmə, yazmağa marağı artdığı bir dönəmdə bu kitab təsadüfən Alinino saytında qarşıma çıxdı. Kitab ümumilikdə 5 səhifədən ibarətdir və su ilə rəngləməyə əsaslanır. Su quruduqda isə onu təkrar yenidən rəngləyə bilir. Qələmin ucu gördüyünüz kimi adi bir fırçadır. Və bu hissədən onu açırıq. Gördüyünüz hissəyə su doldururuq və rəngləməyə başlayırıq. Gördüyünüz kimi su ilə təmas etdikcə rənglər, şəkillər üzə çıxır. Bütün səhifəni rənglədim ki, sizə göstərim. Bunu elə açıq halda qoyacağım qırağa. Videonun sonunda sizə bir daha göstərəcəm. Görərsiniz necə quruyur. Bu kitab isə büdcə dostudur. Çünki içində həm kitab, həm də 8 ədəd 2 hissəli puzzle var. Bilirik ki, 2 hissəli puzzle'lar xüsusilə də 18-24 aylıq uşaqlar üçün nəzərdə tutulub. Mənim seçdiyim suda quruda yaşayan heyvanlar, su heyvanları idi və kitabçada ümumilikdə məlumat verilir, hansı heyvanlar suda yaşayır, hansı quruda, hansı həm suda, həm quruda yaşayır. Bir neçə səhifəni sizə göstərim, nümunə olsun. Azərbaycan dilində nağıl kitabları, bu kitablar mənə hədiyyə olunmuşdu. Adətən övladıma gündə 1-2 nağıl oxuyuram. Nağıl kitabları özü şəkillidir. Arada kitabı sadəcə vərəqləyirik, heyvanlara baxırıq və s. Nağıllar tərbiyə edici, ibrətamiz mövzulardadır. Bir daha qeyd edirəm, əldə etdiyim bütün kitablar Alinino Az saytındandır.